Niyə kiminsə qabağında oynamalıdır mənim qadınım? Bu nə kişilikdir? Amma bunun bu gündən bizim millət istəmir. Düşünmək istəmirlər, çox cahildirlər. Siz də ilə bağlı hansı hadisələri xatırlayırsınız? Adam Azərbaycan repini ümumiyyətlə saymır. Azərbaycan repinə o tipdə rep artist lazım deyil. Ən öndə dayanan ad Pasterdir. Nəsə tənqid elə, alt-üst eləsinlər səni. Ehtiyac ən böyük fahişədir. Bütün incəsənət əhlini, hamısını bir dənə testdən keçirək, içirmən qarışıq. Görək nə qədər adam, neçə faiz adam təmiz çıxacaq. Narkotik, zarafat belə eləyəcəyimiz bir şey deyil. Atam yox, qardaşım yox, bacım yox, yəni həyat yoldaşım yox. Hətta səhv etmirəmsə zibil daşıyan belə işləmişsiniz. Rəzalətdir, biabırçılıqdır. Kim elə yaşayır ki? Salam, hər vaxtınız xeyir olsun. Ulduzlu Saatın bugünkü qonağı prodüser, musiqiçi Kadirodur. Xoş gəlmisiniz. Necəsiz? Xoş gördük, təşəkkür edirəm. Siz necəsiz? Təşəkkür edirəm. İstəyirəm söhbətə belə başlayaq ki, Kadiro adının arxasında hansı hekayə dayanır? Deyəcəm, çox belə gülünc bir əhvalat dayanır. Uşaq vaxtı bir ərəb oxuyan var idi, Kadiro adında. Onu oxşuyurdum. Yəni dostlarım elə deyiblər, Kadiro, o da qaldı mənim üstümdə. Sonra onu necəsə artıq baxdım ki, illər keçib üzərimdə qalıb o ad. Amma yəni həmin o alter egonun belə deyək də üzərinə oturmuş bir ad oldu da, yəni təsdiqlədi adı özünü düşünürəm Kadiro olaraq. Yəni Orxan ayrı, Kadiro ayrı. Sizi Azrep'in bir araya toplaşdığı Sofiya üçün təşkil olunmuş konsertdə gördük. 14 il sonra səhnədə olmaq necə hiss idi? Həyəcanlı idi. Həyəcanlı idi. Nəyə həyəcanlı idi? Səhnə deyildi həyəcan. Təbii ki, kamera, səhnə, izləyici deyildi. Aradakı o nəsil fərqi vardı. Çünki oradakilərin əksəriyyəti çox gənc idi. Mənim 40 yaşım var. Orada yığılanlar 19-20 yaşında əksəriyyət uşaqlar idi. Düşünürdüm ki, biraz çətin qəbullananlar da mənim dediyim şeylər, amma gördüm ki, yox. Ona görə öncəliyi danışığa verdim ki, birinci mənə qəbul eləsinlər, sonra oxuyarıq mahnı, sonra eşidir. Və pis qarşılanmadı düşünürəm. Amma həyəcanlı idi. Yeri gəlmişkən biz də Sofiya üçün təkrar müraciət edirik bütün izləyicilərimizə. Allah qorusun, inşallah ki, bizim izləyicilərimiz də əlindən gələn qədər dəstəyini əsirgəməzlər. Hamını dəstək olmağa çağırırıq bir daha. Həm musiqiçi, həm prodüser kimi fəaliyyətinizi davam etdirdiniz bu illər ərzində. Reper kimi niyə yox idiniz? Reper kimi mən belə deyək də, hardasa 2010-cu ilə 2011-ci ilə qədər yəni reper kimi fəaliyyət göstərmişəm. Və düşünürəm ki, pis də olmayıb, o dövrlər üçün kifayət qədər yaxşı olub. Daha sonra yeni tərzlər çıxdı ortaya. Daha yeni, belə deyək də, repdə daha fərqli şeylər eləyən uşaqlar çıxdı ortaya. Və bu uşaqların tanınması bizim ölkədə biraz çətin idi. Mənim də həmin ərəfələr televiziya ilə bağlarım var idi, radio ilə, televiziya ilə. Düşündüm ki, bu hip-hop mədəniyyətindən daha çox necə töhfə verə bilər. Amma rep deməklə bu olmur da, yəni qazanmırıq. Amma fərqli uşaqlar var ki, bunları çıxarda bilərik. Yönəldim o istiqamətə ki, dostlarıma kömək eləyim üzə çıxmağa. Düşünmürsünüz ki, özünüzü arxa plana atmaqla öz karyeranızı da bir eləmişəm, onu eləmişəm, bəli. Orada öz karyeramı zədələmişəm, amma istənilən halda bunu incəsənət, yaradıcılıq sevgisindən olub. 10 il, 14 il əvvəlin Azrep dinləyicisi ilə indiki arasında nə fərq var auditoriya olaraq? Bilirsiniz necədir? Ümumiyyətlə uşaqların istedadlarına bir şey demirəm, amma misal üçün deyirəm də, Azrepi Efraimlə tanımağa başlayan bir uşaq, yəni məni tənqid eləyəcək durumda deyil. Yəni o söz var, deyir, Azrepin atasını tanıyıram, filan kəs deyir. Mən Azrepin atasının anasını tanıyıram da, yəni mən onda nə deyim, məndən o tərəfə adam yoxdur.
Yəni bu uşaqlar o şeyi sərhədi qoruyub saxlaya bilmirlər əksəriyyəti təbii ki. Amma var təbii ki, görürəm yeni nəsildən yaxınlaşırlar hörmətlə falan. Amma çoxsu düz gəlmir də. Yəni mən biraz bəlkə də onlara görə köhnə düşüncəliyəm. Biraz dəyərlər, milli mənəvi dəyərlər olsun, nə bilim Bakı olsun, Azərbaycan olsun, bu şeylərə biraz bağlı olduğum üçün bəlkə də hip-hop mədəniyyətinin bugünkü kulturası ilə biraz düz gəlmir. Çünki dünyada bugün hip-hop tamam ayrı yöndə gedir. Amma biz çalışırıq ki, Azərbaycanda o yönə qoymayaq tam getsin. Çünki özümüzün öz repimizi eləmək lazımdır. Müasir soundlarla, müasir texnika ilə. Yəni oranı bura gətirmək lazım deyil, buranı ora çıxartmaq lazımdır. Tənqid etdiyinizə görə reperlərdən kimlərlə münasibətiniz pisləşir? Demək olar hamısı ilə. Demək olar hamısı ilə. Yəni inciyəni var, mənə tənqid elədiyəni var, çıxmışam tənqid eləmişəm, küsüb məndən indiyə qədər danışmır. Yəqin biraz yumşaq elə deyib, sizdə laf. Demişəm, prosta demək istəmirəm nə demişəm, yəni demişəm keçib gedib. Çoxsu olub, çoxsu. Mən reaksiyonlar eləyirəm və yaxud verilişlərdən kiminsə adını çəkəndə nəsə deyirəm. Bir də görürsən, hamısı dostdan, balaca şəhər idi, hamı tanıyır bir-birini. Bir də sən yığır ki, mənə ki, bəs niyə mən demədin? Biri deyir, məni niyə tərifləmədin? Biri deyir, məni niyə belə dedin? Baxsan ki, yəni burada tənqiddə işdə olmur, eləyə bilmirsən, heç bir kontent da hazırlaya bilmirsən. O bığ-saqqal məsələsidir də, yəni. Hip-hop hər zaman küçənin, real həyatın və cəmiyyətin səsi olub. Bugün azrep cəmiyyətin reallıqlarını və gənclərin problemlərini nə dərəcədə əks etdirə bilir? Çox az. Çox az. Əgər söhbət protestdən gedirsə, hal-hazırda yəni təəssüflər olsun ki, bir çox reperin düşüncəsi, gəncin düşüncəsi eşitdim və oynadım. Yəni düşündüm deyil. Yəni buranı işlətmirlər də. Yəni təəssüflər olsun ki, elədir. Amma protest eləyən reperlərimiz var. Amma dinlənirlərmi? Yəni yox. Kimlər var məsələn, kim deyə bilər? Tibu var, misal üçün, Zigzag var. Yəni bunların treklərinə qulaq assaz, misal üçün, Tibunun DNK treki var. Yəni son treklərindən yəni, ağlımda olan da protest trekdir. Yəni gənclər dinlənilmirlər, yəni gənclər istəmir, tələbat yoxdur. Yoxdur da, tələbat yoxdur. Belə repə tələbat yoxdur. Uşaqlar bir də görürsünüz mənə göndərirlər də ki, abi buna bir dənə bax, dəyərləndir. Deyirəm, qaqaş, əladır, zordur hər şey. Amma bunu bu gündən bizim millət istəmir. Nə istəyirlər? Məsələn, tələbat ən çox nəyədir? Mən biraz deyəcəm, sonra mən yenə də burada daşqalaq edəcək izləyicilər. Yəni, düşünmək istəmirlər, çox cahildirlər. Mən misal üçün bəzi verilişlərimdə deyirəm ki, kvant məsələsi də, deyirəm, bax, kvant fizikası pansına biri burada səs edir, biri burada səs eləmir. Altdan mənə izləyici yazır ki, mən kvantı bilməliyəm ümumiyyətlə falan. Yəni belə yəni yanaşma biz çox o bayırdır da, yəni küçə yanaşmasıdır, incəsənət yanaşması deyil. Məni sən nə ilə tənqid edə bilərsən misal üçün izləyici olaraq? Ki, yəni, sən obyektiv deyilsən və yaxud düz yanaşmadın, tərəfkeşlik elədin. Amma izləyiciyə nə verirsən, bilirsən ki, material həqiqətən bura lazımdır. Verirsən, yeyir onu. Sən çox sağ ol deməkdən boşqabı başına çırpır. Yəni, belə bir kütlə ilə yəni, üz-üzəyik hal-hazırda. İnsanların Kadyrov haqqında yanıldıqları və sizi ən çox səhv anladıqları mövzu hansıdır? Yanıldıqları mövzu deyərdim. Yəni, bu sözü dilə gətirmək heç mənə xoş deyil, yəni demək belə, yəni. Çox insanlar mənim danışıqlarımı kriminal aləmə meyilli insanlar kimi də, güya vor, zakon falan, belə də, varavskoy, güya mən elə danışıram. Elə aparıram özümü, amma çox böyük yanlış eləyirlər də, yəni elə düşünməklə. Mən anlayıram bəzi adamlar. Mən yerli pərəstliyi eləyən adam deyiləm və sevmirəm bunu eləməyi heç bir halda. Amma mən Bakıdanam da, yəni Azərbaycanlıyam, Bakıdanam, Novxanı kəndindənəm. Mən danışanda istər-istəməz mənim ləhcəmdə Bakının o ab-havası hiss olunur, bilinir və bu özündən razılıq kimi görünür. Bir çoxuna bəlkə də elə görsənir ki, mən
o qaqaşlar kimi görsənirəm də. Mənim yəni artıq o qaqaşlığım keçib, mənim 40 yaşım var. Finişə yaxınlaşdığıma, yəni yaxınlaşacağımıza yəni biraz həyəcanlanıram. Çünki maraqlıdır, mənə o tərəf də maraqlıdır. Məncə də çox tezdir. Yox, o tələsmirəm ki, amma yaşayırıq da, filmə baxırıq, bu da o tərəfi də var axı. Azərbaycanda qadın reperlərdən danışaq. Qadın reperlərin sayı azdır. Demək olar ki, son illərdə fəaliyyət heç görünmür. Səbəb nədir? Qadın reper deyəndə misal üçün kim Kaseta var, Seyluni var. Sonra Əlizadəmi az repdən saya bilmərəm. Çünki adam Azərbaycan repini ümumiyyətlə saymır. Və saymamağını da anlayıram. Mən də olsam saymazdım, ciddi deyirəm. Əlizadənin yerinə mən də olsam, mən də saymazdım. Amma qadın reperlər eləyirlər əslində. Sadəcə promotion yoxdur. Investor yoxdur. Bazar yəni boş görsənir. Bilmirəm, niyəsə bəlkə də bizdə qadın reperi ehtiyac yoxdur. Rep bizə Amerikadan gəlib və Amerikada qadın reperlər daha çox sətirlərdən daha çox açıq-saçıqlıq ilə gündəmə gəlirlər. Yəni bu da səbəb ola bilər və yaxud da bir prodüser kimi bizdə də elə olsa yanaşmanız necə olar? Bizdə hip-hop artist olaraq, yəni belə deyək də, repin içinə salmalı olsaq, hip-hop artist sayılır. Hissin özü hip-hop artist sayılır. Səmra hip-hop artist sayılır. Açıq-saçıqlıq yəni hissdə o qədər də deyil. Məsəl üçün Səmrada qismən kifayət qədər var da, yəni yenə də mən düşünürəm ki, o nəticəni vermir. Yəni Azərbaycanda düşünürəm ki, Azərbaycan repinə o tipdə rep artist lazım deyil. Ümumi götürsək, Azərbaycan repi və reperləri niyə qlobala çıxa bilmirlər? Çünki özləri hələ gəlib bir yerə çıxa bilmirlər, öz aralarında razılığa gələ bilmirlər, birləşə bilmirlər. Bir verilişə qonaq çağırarsan, orada o var, gəlmirəm, mən yox, bir konsertə. Reperlərdə də var o. Bu misal üçün Sofiya haqqında danışdıq. Sofiyanın konsertinə misal üçün reperlər olub ki, yəni o sözü deyib də filan kəs varsa mən gəlmirəm. Hətta o konsertdə belə. Bəli, hətta o konsertdə belə olub belə şeylər. Ola bilərmi ki, sırf reperlərin arasında olan bu intriqalara görə elə az rep inkişaf edə bilmir? Yox, intriqa olsun, intriqa olmalıdır ki, yəni proqres olsun, yəni inkişaf olsun. Sağlam intriqa olmalıdır. Battle, ancaq battle-dan battle-a olmamalıdır. Çıxdılar bir dənə battle edilər, bitdi. İl ərzində, 2 il ərzində bir dəfə. Yəni o qazanc deyil, o sənət deyil. İntriqa olmalıdır. Yeni nəslə yol açmalıdırlar. Ümumiyyətlə yeni nəsil çox istedadlı uşaqlarımız var. Yol açmırlar onlara. Studiyaların qiymətləri kəllə çarxdır. Yəni uşaqlar onu gedib eləyə bilmirlər. Həqiqətən bir sual verim. Reperlərin qazancı tam olaraq bu tədbirlərdən başqa qazancı necə olur? Studiyalardan, səs yazmalardan, mahnılardan. Çünki demək olar ki, hər reperin öz studiyası var. Yəni indi yeni nəsli demirəm də, bizim öz nəsil pokoleniya deyirəm. Demək olar ki, hamının artıq öz studiyası var. Yəni səs yazmalar götürürük və yaxud mahnılar yazırıq, satırıq. Yəni belə başqa tədbir zaten özünüz də görürsünüz ki, ayda ildə bir dəfə olur. Biz biraz əvvəl tənqiddən danışdıq. Siz həm də sosial məsələlərə münasibət bildirirsiniz. Düzü mənim görməmişdim, məlumatım yox idi. Dedilər ki, dondurmaçı var, bilmirəm qarşınıza gəlibmi? Bakıya gəlib, dondurma satır və xanımlar qarşısında rəqs edib, götürürlər dondurmanı. Buna münasibətiniz necədir? Pis. Yəni bir mənalı olaraq bilmirəm. Yenə deyirəm, mən danışacağam, bəlkə də kimsə mənə geri zəkalı kimi baxacaq. Deyəcək, düşünəcək ki, əylənir də, bu da əyləncə növüdür də. Yəni nə var burada? Hərə bir cürünə öz aurasını göstərir. Amma mən düşünürəm ki, sənin qadının, mən kişi olaraq deyirəm, amma bu kim egoist kimi düşünür, kim necə baxır, mənə yəni ciddi deyirəm. Yəni heç fərqi yoxdur da, özü bilər. Mən belə düşünürəm. Mənim qadının başqasının qabağında oynayıb dondurma ala bilməzdi əlinə, yəni dondurma üçün oynaya bilməzdi onun qabağında. Vəbşə, yəni niyə kiminsə qabağında oynamalıdır mənim qadınım? Bu nə kişilikdir?
Hüseyn Dərya ilə bağlı danışmaq istəyərdim. Səhv etmirəmsə siz onunla yaşınız az olan vaxtlar balaca. işləmisiniz. Hüseyn Dərya ilə bağlı hansı hadisələri xatırlayırsınız? O vaxt Mərd Show var idi. Bəli. Mərd Show-dan çıxdıq. Nəsə oturduq kabinetdə. Mən də tez-tezə rep yazmağa başlayıram da. Amma Hüseynlə indi görüşürəm çünki dayımın tanışı idi Hövsandan belə. Deyirəm ki, bəs yazıram da mən də. Mənim də 16 yaşım var idi, 15 yaşım var idi. Qayıt, neçə yaşım var? Deyirəm 15. Deyirəm 15 yaşında uşaq nə həyatdan deyirəm, nədən yazırsan? Deyirəm həyatdan da sən. Deyirəm 15 yaşında uşaq nə həyatdan nə yaza bilər deyir. Yəni maraqlı şeylər əslində çox olub. Sadəcə olaraq müəyyən şeylər var ki, onları danışmaq olmur da. Amma mən bir dənə onu deyə bilərəm ki, Azərbaycanda mən gördüyüm qədərilə deyirəm. Mən yəni ən tanınan adların demək olar ki, komandalarında müəyyən zamanlarda iştirakım olub, proyektlərdə iştirakım olub. Hüseyn Dəryanın yaşadığı şöhrətin pikini yaşayacaq ikinci adam görməmişəm. İnsanlar bir-birlərini tapdalayırdılar, üstlərindən keçirdilər. Konsert zamanı bayırda təcili yardım maşınları, yəni qızları belə daşıyırdılar. Bildiyiniz elə içəridə nəsə olub. Yəni elə şey mən hələ Azərbaycanda görməmişəm. Bugün bəs Hüseyn Dəryanın o fanatları dediyiniz kimi qədər fanat ordusu olan musiqiçilər kimlər var? Reper ola bilər. O qədər deyə bilmərəm kimlər var, amma fanat ordusu çox olan uşaqlar hal-hazırda ən öndə dayanan ad düşünürəm ki, Pasterdir. Yəni dinləyici kütləsi böyükdür. Həmin fanatlar kimidir? Yox. Çox sərtdilər. Çox sərtdilər, çox acımasızdılar. Yəni tək Pasterin fanatlarından getmir. Bugünkü yəni o fanatlardan gedir də, fərqi yoxdur. Çox acımasızdılar. Biz misal üçün Hüseyn Dərya Xose məsələsində orada göbələk söhbəti var idi. O vaxtı Hüseynə göbələk söhbətini deyirdilər. O tərəfə də indi nəsə Xoseyin o pəltəliyi ilə biz belə şeylərlə zarafatlaşırıq. İndikilər söyürlər. İndiki izləyicilər, dinləyicilər söyür. Birbaşa sən Pasteri bir dənə şeylə nəsə tənqid elə. Yəni alt-üst eləsinlər səni. Bugün meyxanaçı və reper dedikdə ilk ağla gələn çox təəssüf olsun ki, narkotik istifadəçisi olduğu olur. Səbəb nədir hələ də belə düşünülməsinin? Yəni biz özümüzdən öncəkilərin tökdükləri, belə deyək də, çör-çöpü yığışdıra gəlmişik. Və məsələ orasındadır ki, sən əgər zibillikdə zibil yığışdırırsansa, mütləq ki, zibil üstüvə batacaq. Yəni rep də yəni Azərbaycan repi və yaxud istər dünyada olsun. Yəni zaman-zaman bu təmizlənib gedən şeydir. İndi yaxşıdır hələ vəziyyət. Yəni zamanı var idi ki, ümumiyyətlə reper deyiləndə elə narkoman deyilirdi elə bil. Amma indi artıq dinləyirlər radiolarda, yəni uşaqların musiqiləri gedir. Mən ümumiyyətlə rep və narkotik sözünün hal-hazırda Azərbaycanda yan-yana gəlməsinin çox əleyhinəyəm. Çünki həqiqətən uşaqlar var ki, heç adi siqaret belə çəkmirlər də, yəni. Amma adlarının üstündə narkotik damğası, yəni bunu dövlət eləmir, yəni reperdir, deyə var adının üstündə. Yəni bu üz-üzü bir şeydir. Elə deyil əslində. Yəni o hallandırıcı maddələrə baxsaq, eləsək, bu cür yanaşsaq, ciddi deyirəm də, yəni bu bütün Azərbaycan xalqına deyirəm. Gəlin, bütün incəsənət əhlini, hamısını bir dənə testdən keçirdək, içirmən qarışıq hamısını. Keçirdək görək nə qədər adam, neçə faiz adam təmiz çıxacaq. Yəni bu replə əlaqəli bir şey deyil. Çünki siz də canlı yayımda adətən zərərləri haqqında danışırsınız, narkotik vasitələrin. Sırf ilham vurmaq istədiyiniz nədir əslində? Mən narkotiklərdən əziyyət çəkmişəm. Mənim həyatımda elə bir dövr olub, 3 il. Yəni istifadəm olub. 33 yaşın, 32 yaşından 35 yaşına qədər belə səhv eləmirəmsə bu hərfədə olub. Yəni çox pis əziyyət çəkmişəm. Çox müalicələrdən keçmişəm. Depressiyada olduğunuz vaxt olub? Yəni mən onları sonradan anlamışam ki, mən depressiya dediyim şey belə, yəni onların fəsadları imiş.
Çünki mən bilmirdim, yəni narkotikdən dayandıranda ona lomka deyirlər də, yəni onun belə şeyi olur. Zaten mən bu misal üçün bilmirdim ki, mənə verilən şey odur ilk dəfə. Qəsdən veriblər? Deməzdim elə, yəni həmin ərəfədə biraz o ot falan çəkmişəm, eləmişəm. Yəni qəsdən deməzdim. Yəni qərəzli olduğunu deməzdim. Çünki o istifadədə olan insanların başı biraz başqa cür işləyir. O düşünür ki, o yaxşı şey verir sənə. Çünki o ona yaxşı gəlir axı. O sənə pislik elədiyinin fərqində deyil. O düşünür ki, o sənə yaxşı şey verir. Bəs necə çıxdınız vəziyyətdən? Öyrəndiklərimlə, oxuduqlarımla. Dəstək olanlar oldu sizə, yəni buraxmağınız üçün, yoxsa tam Dəstək olaraq ailəm, anam hər zaman yanımda oldu. Anam. Yəni dəfələrlə yıxılmışam. Yəni o məsələlərdə də düz həmişə deyinir, ana da həmişə deyinir, amma heç vaxt məni tək qoymayıb. 2 ildən çox da ayağam dedim. Yəni indi orada var da adamlar hesablayacaqlar ki, 33-dən 35-ə qədər idi və yaxud bu 2 il, bu da o 40 yaşı var. Bu necə olur? Ona da bir dənə aydınlıq gətirim. Mən narkotikləri buraxandan sonra, yəni bu elə bir etapdır ki, sən bunları yəni müəyyən preparatlarla buraxmaq məcburiyyətində qalırsan bəzən. Dansı dərmanlardan istifadə edirsən falan. Yəni bu ümumi prosesin, sağalma prosesinin, yəni narkotik istifadəsi 3 il olub, 3 il yarım olub, amma sağalma ümumi proses yəni 38 yaşına qədər davam edib. Çünki həkim, o psixoloq, nevropatoloq falan bunların hamısı yəni bu illər ərzində. Neçə il çəkdi müalicəniz? Bu il bitib. Mövzuyla bağlı necə bir çağırış edərdiniz? Narkomaniya ilə bağlı. Heç çağırış deyəndə ümumiyyətlə bir şey demək istəyirəm ki, narkotik zarafat belə eləyəcəyimiz bir şey deyil. Ki, bir dənə zarafatla elə belə iynə baxım necədir, heç ona belə baxmasınlar. Yəni o maddələr zarafatı sevmir. Öldürür çünki. Ölməkdən qorxduğunuz an olub istifadə zamanı? Olub, olub bir dəfə. Elə ölməkdən qorxduğum, elə o cür ölməyi istəməmişəm heç vaxt. Yəni, olub elə bir şey olub. 2 dəfə olub ümumiyyətlə də o halı yaşamışam ki, yəni ölümə yaxınlaşmışam da belə deyək. Amma çox insan itirmişəm o barədə həyatımda. Dostlarım, çox yaxınlarım, uşaqlıq dostlarım. Demək olar ki, 1-2 nəfər adam qalıb. Yəni yarısı ölüb, bir ikisi bilməm indi o ki, hardadır, nə edir. Nə bir hadisə oldu ki, dediniz ki, yox da mən bundan qurtulmalıyam artıq. Səmimi cavab verməyimi istəyirsinizsə, amma tam səmimi, yəni bu şousuz, zatsız falan, onu da belə deyək. Mən ayrıldım, boşandım. Və Səbəb də oydu. Səbəb güya ki oydu da, yəni nəsə ora girmək istəmirəm. Mən ayrıldım və ayrılandan sonra da baxdım ki, düzdür də, yəni indi istər-istəməz bir neçə il ömür yaşayırsan, bu mənə biraz ağır gəldi, çətin gəldi. Düşünürdüm ki, yox da bu belə davam eləyə bilməz, artıq mənim nə boyda qızım var, ayrılmışam, bu boyda ömür vermişəm, bu belə biraz sıxırdı da bunlar məni. Amma sonda prinsiplərim yəni mənə biraz güc verdi, belə deyək. Övladınızı düşünüb? Yox. Stimul? Yəni biraz kobud səsləndi. Yox, anamı düşündüm. Ananızı düşündüm. Anamı düşündüm çünki onun məndən başqa, yəni fakt belə də dayanacaq bir adamı yoxdur. Yəni atam yox, qardaşım yox, bacım yox. Yəni həyat yoldaşım yox. Uşağım yəni anası ilə də böyüyə bilər. Amma yəni mən bu dəqiqə belə deyək də qoruyub ovcumda saxlayacağım anamdır yəni. Çox çətinlikdən, yəni bu məsələlərlə bağlı bayaq danışdığımız bu ailə çox şeydən keçmişəm. Mənim yerimdə bəlkə də bu təkəbbürlük üçün demirəm də, estağfurullah. Yəni çox adam təkrar istifadəyə qayıdardı da. Çünki elə bir problemlərdir ki, sən bunları unutmaq istəyirsən. Yəni o belə mənə güc gələ bilmədi də. Yəni
ki məni təzədən istifadəyə qaytarsın. Yenə də deyirəm, bax demirəm, heç kəs garantiyalı deyil həyatından, sığortalı deyil ki, sabah nə olacaq. Ömür boyu eləməyəcəm. Zaten niyyətim odur və dayanmışam heç bir şey. Amma istəmirəm də, yəni anam mənim o cür ölümümü görməsini istəmirəm. Yəni və yaxud da o deyirlər, gedəndə fikrim səndə qaldı kimi. Yəni belə olmasını istəmirəm heç nəyin. Çünki atam dünyasını dəyişəndə yanında ola bilməmişəm həmin anda. Təbii ki, bu zamanlama biraz insanlara görə deyil də, yəni kimdə birinci kimdir, bəlkə birinci elə mən gedəcəm. Belə deyək də, o yük mənim üçün kifayət edir. Yəni, mənim elə daşıyacağım yük düşünürəm ki, odur. Övladımı sevmirəm demək deyil bu, yəni övladım üçün canımı da verərəm. Amma sırf o prinsiplərə dayanmaq məsələm anama görə olub. Amerikaya da həmin illərdə getmişdiniz. 2018-də qayıtmışam Amerikadan mən. 2015-də deyəsən, 2015 il deyəsən getmişdim. Yəni orada hətta səhv etmirəmsə zibil daşıyan belə işləmisiniz. Zibil daşıyan deyəndə onu bir verilişdə demişəm. Yəni dükanda işləmişəm orada. Orada dükanın korobkaları falan zibilləri olur da belə. Yəni onları daşımışam. Və daşıyanda da böyük zövqlə daşımışam da. Yəni ayıb da bilməmişəm özümə. Bu gün gücüm, fiziki gücüm çatsa, hardasa belə bir köçüm olsa, yenə də o şey eləyərəm. Yəni mən ayıb bilmirəm. Bu illər ərzində Kadyrov nəyi itirdi, nəyi qazandı? Bu illər ərzində Kadyrov'u ümumiyyətlə, Kadyrov bilirsiniz necə, biraz media obrazı deyə çox mənim üçün belə böyük bir əhəmiyyət daşıyan bir şey deyil. Mən onu yəni sadəcə yox eləyə də bilərəm də, yəni Kadyrov olmaya da bilər. Amma Orxana qalsa, Orxan bu illər ərzində itirdi. Bugün baxsaq itirdi, çox şey itirib, illərini itirib. Amma ağılla düşünsək ki, təcrübə qazanıb nəticə etibarilə. Yəni mütləq şey, mən düşünürəm ki, insan ümumiyyətlə itirmir. Heç vaxt itirmir. İnsan hər zaman qazanır. Səndən gedən bir insan da sənə nəsə öyrədir. Ağrılarla birgə yaşamağı insan necə öyrənir? Maraqlı sualdır. Vərdiş edirsən, mənə elə gəlir. O vərdişlər olur, adam barmağını biliyorsun, belə eləyir. Onun fərqində varmır da. Amma baxırsan ki, mazol eləyib də burasını, barmağını. Mən düşünürəm ki, vərdiş edirsən. O ağrılar artıq sənə həyatın bir parçasına çevrilir. Yəni sən elə yaşamağa öyrəşirsən. Zaman məsələsi mənim üçün biraz başqa cürdür. Yəni zaman nəyə deyilir ki? An var da, yəni bu dəqiqə var. Bu an var. Bundan qabaq keçdi, yoxdur artıq. Gələcək də yoxdur artıq. İndi var. Bir böyük sarsıntılardan sonra insanın inancı, mənəviyyatı necə bir imtahandan keçir? Mən yaradana inanıram. Amma həyatınızda bir dövr olub ki, hə, o da ki, yenə də deyirəm, məntiqli bir əsasla olmayıb. O sadəcə bir üsyan olub. Yəni mən bu gün düşünəndə, mən atamı itirəndə olub o ərəfələr ki, çox biraz gənc idim də və o ərəfədə olub ki, inkar eləmişəm ki, yoxsan sən falan. Yəni o düşünürəm ki, sayılmır. Hə, o sayılmır. O üsyan idi. Amma ondan sonra yəni yaşadığım o qədər çətin şeylər olub ki, həyatımda. Yəni həmişə mən Allaha şükür eləmişəm. Çətinliyimdə belə şükür eləmişəm. Yenə deyirəm, kimi ona Allah deyir, kimi yaradan deyir, kimi Tanrı deyir. Kim nə deyir desin bilmirəm, amma bilirəm ki, o var. Siz övladınızı da itirmisiniz. Hə, mən 2 övladımı itirmişəm. Hə. Biri ümumiyyətlə belə deyək də doğuldu, dünyasını dəyişdi, amma o birisi biraz şey oldu da, qaldı. Yəni onu öz əllərimlə aparıb dəfn eləmişəm. Və onda da bayaq o dediyim sizə sözü ki, yəni mən orada da demişəm ki, bunu yaradanın hədiyyəsi idi. Olmadı, yəni inşallah olar və oldu da sonra. Yəni bugün Xədicə adında bir qızım var. Allah bütün balaları saxlasın. Yəni olub, onu da yaşamışam.
Gələk sizin konsertdəki çıxışınıza. Mənim diqqətimi cəlb edən bir neçə fikir oldu. Xüsusilə mən həyatda olmayanda qızımı özünə əmanət edə bilməliyəm fikri çox bəyənildi. Bir atanın övladını onun özünə əmanət edə biləcək qədər güclü böyütmək istəməsi böyük vizyondur. Bu gün cəmiyyətimizdə qız uşaqlarını nə dərəcədə öz ayaqlarının üzərində dura bilmələri üçün, yəni vacib hesab edib böyüdürlər. Onu mən orada dilə gətirməyim belə, yəni o belə mənim qorxumdan irəli gəlir. Çünki insanları qorxular danışdırır da belə şeyləri. Çünki mən istəmirəm, yəni qızım orada səsləndirdiyimin əksi bir həyatı yaşasın. Kiminləsə evlənsin, sonra nəsə pis bir şey olsun, nə bilim başına oyun açılsın, sonra boşansın, qalsın tək ortalıqda. Yəni mən misal üçün belə şeyləri istəmirəm də olsun. İstəyirəm ki, oxusun, düzgün təhsil alsın, lap getsin xaricdə, oxusun, gəlsin. Yəni öz ayağı üstə qala bilsin də. Bu o demək deyil, mən feminizmi dəstəkləyirəm falan. Yəni bu heç qəti, yəni o demək deyil. Mən sadəcə istəyirəm ki, xanımlarımız, qızlarımız həqiqətən də xanım olsunlar. Biz onlara baxanda bir xanım kimi hörmət eləyək, dəyər verək. Yəni ayaq üstə, öz ayaqları üstə qalmaqları o demək deyil də satılmaqları. Sataq hər o söz türklərin bir sözü var, məqsədə gedən hər yol mübahdır. Yəni elə deyil də, yəni elə deyil. Ədəb, ərkanla, əxlaqla, yəni istəyirəm ki, övladlarımız böyüsünlər, oxusunlar. Bu təkcə qızlarımıza aid deyil də, yəni bu oğlanlara da aiddir ki, təbii ki, yəni qızların pozulmasında mı, nə bilim həyatının laxlamasında mı oğlanların da böyük rolu var. Yəni o da olur. Elə şeylər də olur. Sadəcə qızlarımız biraz ağıllı olsunlar da. Biraz ağıllı olsunlar. O telefona ancaq girib TikToka girib qurtdalanmasınlar. Oxusunlar, maraqlansınlar. Yəni bilirsiniz, konfet ver, başını aldat. Belə bir dənə vəziyyətdədirlər. Qadağalar qoyursunuz qızınıza? 100%. Məsələn, nələrdə? Neçə yaşlılar sizdə? 12. Ekran saatına baxıram gündəlik ki, telefondan nə qədər istifadə edib. Sosial şəbəkələr yoxdur ümumiyyətlə. Qızınız sizinlə yaşayır o zaman? Mənimlədir hal-hazırda. Necə? Yəni anası ilə də qalır, mənimlə də qalır da. Nəzarət edə bilirsiniz yəni? Hə, mütləq. Yəni anası da nəzarət edir. Qız uşağıdır, oxuyub nə edəcək, ərə verək getsin kimi düşünən valideynlərə bir ata kimi nə demək istərdiniz? Bilirsiniz necədir? Oxumadı, getdi ərə. Getdi ərə, sən də bir kişisən də söz vermisən ki, Natiqin oğluna verəcəm. Verdin Natiqin oğluna. Natiqin oğlu da ya oldu əyyaş, ya oldu narkoman. Boşandı, qızıvı döydü, elədi, dalaşdı, boşandı və yaxud nəsə oldu, boşandı. Qızın da cəhalətin içində boğulan bir yəni qızdır. Bilmir, 2 üstə gəlir ki, nədir, oxumadı, eləmədi. Nə edəcək bu qız? Bugün cəmiyyətdə bir dəqiqə çıxaq, şəhərdə yaxınlaşaq ki, boşanmış xanımla evlənərsiniz. Böyük əksəriyyəti deyəcək ki, yox. Nə edəcək də? Bu qız nə edəcək? Oxumadı, eləmədi. Məcbur yəqib hansı kafelərdə işləyəcək. O söz üzr istəmə, yəni əslində üzr istəməli bir şey də deyil. Dostoyevskinin belə deyək də romanlarında tez-tez istifadə olunan bir şeydir. Ehtiyac ən böyük fahişədir. Yəni nə edəcək bu uşaq? Bu qız 25 yaşında, misal üçün bir uşaqla boşandı, qaldı qucağında bu. Oxumayıb, eləməyib, heç nə bilmir. Alan yox, cəmiyyət bu günlərim onu qınayır ki, bu ərdə olub. Bu tərəf pisinə danışır, o tərəf onun pisinə danışır. İstənilən halda bu belədir. Hə, yaxşı olsaydı boşamazdılar bunu. Nə edəcək bu qız? Ya gedəcək bədənini satacaq, ya da ki, alternativ yollar bu gün nədir? Bu dırnaq arası influencerlərimiz. Yəni hər şey göz qabağındadır, rəzalətdir, biabırçılıqdır. Yəni kim elə yaşayır ki? Siz də bilirsiniz, bu işin içində olan adam kimi mən də bilirəm ki, onların heç biri elə yaşamırlar. Bir qab yeməyə gedib, yəni reels çəkirlər də, yəni və xanımlarımızı çaşdırırlar ki, güya bunlar belə yaşayır. İndi deyəcək kişi olardı, xanımını qoymayacaksınız. Sizə çox təşəkkür edirəm gəldiyinizə və suallarımı səmimi cavablandırdığınıza görə. Təşəkkür edirəm, mən sizə təşəkkür edirəm dəvətiniz üçün.
diqqətiniz üçün həqiqətən mənə də xoş oldu. Minnətdaram. Sağ ol.